qara ekran. Sən həmin o marojni satan haqqında öz fikrini paylaşacaqsın. Demirsən düzgünlük belə, düzgünlük elə. Sən öz fikrini paylaşarsan, mən də sənə qulağımla yox, başağımla qulaq asacağam. Düşüşdün, doğru. Sənin əgər videon insanlara qarşı nedarüzümeyinə veribsə, o problemi aradan qaldırmaq lazımdır. Yox, əgər sən söyülməyi sevirsənsə, mən bunu sənin üçün yüksək səviyyədə yaradaram. Və Amerikada oturan Əliyə qarşı, Avropada oturan mənə qarşı göt-göt danışırsansa, dəqiq bunu bir günən. Əli sikini Amerikadan raqatqaya qoyar, mən də buradan. Şəppildələr sənə günlərlə. Bu şey ağararsan. Belim, цветом, черным, белым, блядь, нахуй. Başa düşsənə? Dümbələk. Sənin videon problem yaratdı. Hə, sənin söyməyin nədir? O da var. Qoy onu finişə qoyum ki, sənin üçün rahat olsun. Səni niyə söyləm? O qəhbələr var idi, o cırğın balası var idi. Bunun mən evinə lüt girim, lüt çıxım. Bu deyəsən sənin ya qohumundur, ya sənin seriyosun, ya da sənin arvad tərəfin qohumlarından. Bu qəhbənin balası başda olmaqla, digər qəhbələr, digər var yoxunu sikdiyimlər. Sənin videonun altında mən komment yazmışdım ki, Toğrul, bizim şəhidlərimiz, yəni insani olaraq öz fikrimi bildirmişdim və heç bir halda söyüş söymədim. Yəni öz mədəniyyətimi göstərdim və şəhidlərlə bağlı bir misal əlavə elədim. Amma bu qəhbənin balaları mənə orada söyüş yazdılar. Və sən özün də gördün söyüş yazdılar. Amma sən göt, sən qara göt, sən götürüb onları yox, məni blok atdın. Yəni, həci, söyüş yayını var da get. Və sən bilmədin ki, sən məni blok atarsan, mən çıxarıb səni padyeza ataram. Doğru, sən söymək istəmirəm. Çıxaram səni diri-diri Toğrul. Məsələ və həllə. Siktir elə o videomu. Öpür. İstirmə.